Tibb təhsili olanlar indi diqqətlə dinləyin bu xəbəri. Onkoloq, dəri zöhrəvi, nervpatoloq, pediatr, psixiatr və ailə həkimləri. Hazırda Göygölün 45-ə yaxın kənd və qəsəbəsində bu istiqamətlər üzrə həkimlərə ehtiyac var. Elə rayon mərkəzi xəstəxanasında da həkim çatışmazlığı yaşanır. Bundan əziyyət çəkənsə təbii ki, sakinlərdir. Mən özüm Quşqara kəndində yaşayıram. Bizim kəndimizdə həkim yoxdur. Çox narahatıq, maşınımız elə yoxdur. Gedirik yollarda qalırıq, sürət gözləyirik. Çətindir da, bizdən ötəri çox çətindir. İstəyərik öz kəndimizdə həkim olsun. Quşqaradakı kənd həkim məntəqəsində terapevt olmadığından əhali 22 kilometr məsafə qət edərək rayon mərkəzinə gəlməli olur. Quşqara kənd həkim məntəqəsi 39 ildir fəaliyyət göstərir. Bu müddət ərzində yalnız 2 il bundan qabaq bu məntəqəyə bir həkim göndərilib. Həkim isə bir neçə ay burada işlədikdən sonra müəyyən səbəblərdən çıxıb gedib. 2002-ci ildə əsaslı təmir olunan məntəqədə yalnız 5 orta tibb işçisi əhaliyə ilkin səhiyyə xidməti göstərir. Xəstə üçün çətin olur. Getmək də elə olur, skordu gəlmir, elə olur, maşın tapıb vaxtında gedib çata bilmirlər. Məsləhətdir ki, bizə həkim versinlər, lazım olunda da həkimə müraciət etsinlər. Göygöldə həkim çatışmazlığı ucqar kənd məntəqələrində yaşanır. İstəyir həkim olsun, istəyir orta tibb işçisi olsun. Bunlar öz sənədlərini bizim verdiyimiz elan əsasında verirlər. Sənədlərini bizə, biz o sənədləri Səhiyyə Nazirliyi ilə göndərir Səhiyyə Nazirliyinə. Səhiyyə Nazirliyində artıq o müəyyən sənədlərin yoxlanılması məsələləri başa çatır və Səhiyyə Nazirliyinin rəyi əsasında və onun Səhiyyə Nazirliyinin göstərişi əsasında yerlərə həkim və yaxud da orta tibb işçi kadrlar təyin olunur. Bu mütəxəssislər də ilk dəfə olaraq gələndə təbii ki, müəyyən çətinliklər var. Həmin çətinliklər, məsələn, deyək ki, məişət məsələləridir, ailə məsələləridir, ən çox narahat edən məişət məsələləridir. Çətinliklərə baxmayaraq 2001-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirən İlkin Əliyev ötən il Səhiyyə Nazirinin göstərişi ilə Göygöl rayon mərkəzi xəstəxanasını təyinat alıb. Onunla bərabər 5 orta tibb işçisi də özünə yeni iş yeri tapıb. Təyinat əsasında Göygöl rayon mərkəzi xəstəxanasının ümumi cərrahi şöbəsinə göndərildim. Hal-hazırda stasionar qaydada fəaliyyət göstərirəm. İş rejimi yaxşıdır, qane eləyir. Müraciət edən xəstələr olduqda sərbəst şəkildə əməliyyatlar eləyirəm. Göygöldə ümumən 40-a yaxın tibb işçisinə ehtiyac duyulur. Fərid Mehdizadə, Elnur Vahidoğlu, Elgün İsaoğlu, Göygöl.